Ya Allah, salam hörmətli izləyicilər, hardayım? Şüvalanda, Şüvalanın ən bahalı, ən gözəl bir ərazisi. Dostlar, Bravo marketinin ara məsafəmiz 800 metr məsafə. 9 sot torpaqdan artıq sənət olaraq kupça. Gördüyünüz bu evdə sizlər üçün inşallah hədiyyə. Bir dənə götürək qardaş inşallah əhatəsini. Dostlar, 2 dənə də ev tikənlər üçün də sərfəli variantı olar, tikə bilərsiniz. Bir dənə qardaş götürək. Ən bahalı, ən elitini bir məhəllə. Bir də ki, bu evi sökməyə həqiqətən də ehtiyac yoxdur. Əsl tikilidir. Əsl köhnə evlərdəndir. Bir dənə oranı götür, zəhmət olmasa belə ətrafını. O belə kvadratını yerdir. Bir daha təkrar eləyim. Alıb bir dənə 2 yerə də bölə bilərsiniz, amma bu evi həqiqətən də bir daha təkrar sökməyə dəyməz. 1 ilə 2-nin arası beton monolitdir. Yuxarıda nə cürdür, aşağıda da proyekt olaraq eynidir. Müəyyən fərqi var. Birinci mərtəbə ardası 2 daş yerdən kürsülüdür. Hündürlüyü 3 metrdən artıqdır. İçəridə kirayəçilər yaşayır deyə çəkmirəm. Yəni ki, proyektini gözəl dəyişə bilərsiniz. Hamısı qardaş belə yaşıllıq hissəsidir. Bir dənə stop. Həyə çəkirsin. Hə, müəllim, görürsən da möhtəşəm. Ən bahalı bir ərazi. Bu evlərə, üzr istəyirəm, bəzi ev tikirləri filan beşmişəm. Həqiqətən inandım sizə, bu ev onlardan möhkəmdir. Çox möhkəmdir. Valla, evin bir dənə keyfiyyəti var ki, qoşadaş, beton monolit, Sovetin vaxtında ki, yəni tikilidir. Evləri, sementi zaten yəni ekonomiya yox. Bəli, bir dənə oradan armaturların qalınlığından məlumdur. Dostlar, yalnız alıb evi təmir eləmək lazımdır. Yəni, həqiqətən də günah olar. Hədiyyədir. Bəli, hədiyyədir. Burada belə, özü proyekti də maraqlıdır. Burada sanitar qovşağıdır. Ayrı-ayrılıqdadır. Demək, buradan da daxil ola bilərik. Bura geniş qonaq otağı da eləyə bilərsiniz. Yəni, bura mətbəx qonaq otağı nəzərdə tutulub. Bir dənə də geniş qonaq otağı bu istiqamətdədir. Proyektini sadəcə dəyişə bilərsiniz. 1 ilə 2-nin arası da qoşa divardır. Yəni, keyfiyyəti yüksək səviyyədə elektrik işini, santexnik işinə qədər çəkiblər. Alçıpanı təzəlikcə vurulur. Yəni, həqiqətən sökməyə dəyməz. Burada da belə bir dənə otaq var. Dostlar, sökmək deyəndə, yəni bu insan torpağının pulunu istəyir. Torpağının dəyərindən də ucuz qiymətə satır. Ən bahalı bir məhəllədir. Burada torpağın sotu 30-35 min civarındadır. 9 sotdan artıqdır. Sənəd, ev, torpaq, kupçadır. Qiymət olaraq neçə idi qardaş? 250 min manat. 9 sotu elə vursaz 30 minə görün nə qədər eləyir. Həqiqətən də bu gördüyünüz evdə hədiyyədir. Kimə maraqlı olsa 050 798 98 99 takib atı firəyi yazın inşallah.